Salam əziz dostlar, əziz izləyicilər. Zaman zaman biz regionlarda yaşayan vətəndaşların problemlərindən danışırıq. Deyirik ki, rayonlarda heyvan bazarları açılsın, insanlara, o kənd təsərrüfatı ilə məşğul olan insanlara, əkinçi ilə məşğul olan insanlara subsidiyalar verilsin. Subsidiyaların verilməsində problemlər var. Adamlar yazırlar, digər problemlər var. Orada bir bələdiyyə, orada hökmranlıq edir. İcra nümayəndəsi bəzi hallarda vətəndaşları incidir. Yəni, ucqar kəndlərdə yaşayan insanların problemlərinə baxan yoxdur, əziz və hörmətli adəti qurumlar. Birinin bugünkü zamanədə, bugünkü dövrdə bir kəndlinin 2 dənə, 3 dənə qoyunun ölməsi böyük bir faciədir. Yəni, o ailəyə böyük bir faciə yaşanır. Adamlar onun altından çıxa bilmirlər. Əksər vətəndaşlar da bu günləri kreditin içində itib batırlar. Bir vətəndaş bizə müraciət edir. Təxminən bir yarım saat bundan qabaq adam mənə zəng eləyib 40 dəqiqədir telefondan danışır. Hüseynov Daşqın Mirzəvvaroğlu Cəlilabad rayonunun Cavanşir küçəsi ev 15-dən zəng eləyib 40 dəqiqədir bu adam telefonda danışır. Ağlayır, mən neyniyim? May ayında, aprel ayında adamın 15 baş xırda buynuzdu. Heyvanına vaksin vurublar, dabaq əleyhinə. Dabaq əleyhinə vaksin vurulandan sonra adamın 15 baş iri buynuzlu heyvanından 5'i ölüb, onu da ağır vəziyyətdədir, ağlayır. Mən neyniyəcəm? Cəlilabad rayon baytarlıq idarəsi baxmır, sahə həkimi baxmır, icra hakimiyyəti ümumiyyətlə yaxına buraxmır. Yəni, adam yəhsiz kimi qalıb ortaqda, qardaş, niyə baxmırsınız? Niyə? Bugünkü gündə mən əvvəl qeyd elədim, yenə deyirəm ki, kəndlinin 2 qoyunun ölməyi onun həyatını söndürür, nizamını, düzənini pozur. Sən necə baxmaya bilərsən? Kimdir Cəlilabad rayon baytarlıq idarəsinin müdürü? Sahə həkimi, qardaş, niyə baxmırsan? Nə məsələdir? Haron ağrıyır sənin, qardaş? Mən buradan adəti üzrə müraciət edirəm. Baxaq görək Hüseynov Daşqın Mirzəvvaroğlu nə deyir? Mən təkrar bu məsələyə münasibət bildirəcəm. Salam əleykum, mən bu çəkilişi Elnur Şükürova yollayıram. Mənim heyvanlarımın qırılmasına əlaqədar baxan yoxdur. Bu vəziyyətlər yaranıb. Xahiş elədim Elnur müəllimdən bu çəkilişi paylaşsın televiziya vasitəsilə. Mən prezidentimizdən xahiş edirəm. Mən Cəlilabad sakini olaraq Hüseynov Daşqın mənim heyvanlarıma dabaq əleyhinə vaksin vurublar. Bu vaksinin vurulması mənim heyvanlarımı qırır. Cəlilabad rayonunda da baxan yoxdur. Getməz ki, qapı qalmıyor. Baxan yoxdur. Hal-hazırda heyvanın 4 başı ölüb, 10 başda ağır vəziyyətdədir. Xahiş edirəm prezidentimizdən, Mehriban xanımdan ki, mənə bir səs versin, mənə bu dəyən ziyanı ödətdirsin. Cəlilabad rayon baş həkimi və Əflatun Həsənov, baytar sahə həkimi heyvanlarıma iynə vurub, sağlam heyvanlarımı qırıblar, cavab verən yoxdur. İndi mənə kömək eləyən yoxdur. Hansı quruma, hansı təşkilata gedirəm, baxan yoxdur. Qalmışam ortalıqda, mənim heyvanlarım qırılır. Özüm xəstə adamam. Ürəyimlə açıq əməliyyat olmuşam. Ailə buna baxır, 3 ailə bu təsərrüfata baxır. Özüm bankda kredit götürmüşəm heyvanla əlaqədar. Onunla əlaqədar baxan yoxdur ki, bir dərdi kimə deyəsən, neynəyəsən. Mən xahiş elədim Elnur Şükürovdan, bu çəkilişi xahiş elədim ki, buraxsın televiziya vasitəsilə. Cənab Prezidentdən xahiş edirəm. Kənd Təsərrüfatı Nazirliyinə bir göstəriş versin ki, mənə dəstək olsun, mənə dəyən ziyan ödənilsin. Belə, əziz dostlar, baxdıq, Hüseynov Daşqının başına gələnləri, qardaş yazıq deyir ki, mən ailəmi təsərrüfatla məşğul olaraq dolandırıram. Zaten kəndlərdə yaşayan insanlar zavod yox, fabrik yox, digər bir sənaye müəssisələri yox. Bir qoyun saxlayır da bu adamlar, qoyun, dana, quzu saxlayırlar da. Bu quzu saxlayana, dana saxlayana əziyyət vermək olmaz. Heyvan bazarlarını açmırsınız. Digər problemlər həllini tapmır. Subsidiyaların verilməsində min cür problem. Texnika bəzi kəndlərdə çatmır. Bu günləri biçim vaxtıdır yazırlar mənə, kombayn çatışmamazlığı var. Yəni bunları kim deyəcək? Deputat dostlarımız da Allah canını sağ eləsin. Yatıblar, xəbər yoxdur. Ha qardaş, sənin seçicin deyə hörmətli Cəlilabad rayonundan təmsil olunan deputat Cəlilabad rayon Cavanşir küçəsi ev 15'in dairəsindən təmsil olunan deputat, sənin seçicin 15 baş qoyunundan 5'i ölüb, həyatı sönüb. Kimə müraciət eləsin? Kim bunun dərdini dinləyəcək?
Sonra da mənə deyirlər ki, Elnur Şükürov danışır. Dostlar, yayınımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın.